Bu dəfə İtalyan mətbəxindən ciabatta çörəyi hazırladım. Prosta bu çörəyi milliləşdirmişəm, öz üsulumda yoğurmuşam. Demək olar ki, ərzaqlar hamısı orijinal resept olduğu kimidir. Amma suyunu əlavə etdiyim suyu mən öz istədiyim kimi hazırlamışam. Deməli, bu çox həzmə gedən bir çörəkdir, çox ləzzətli, dadlıdır. Çünki soyuq fermentasiya eləmişəm. Siz bunu soyuq fermentasiya eləmədən də hazırlaya bilərsiniz. Ciabatta çörəyi üçün bizə lazımdır 400 qram un, 350 qram su, ilıq su, 3-4 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı maya, 1 çay qaşığı duz. Gördüyünüz kimi qaşıqla qarışdırırıq, əlimizlə formalaşdırırıq, konvert kimi bağlanır. Qoyuruq yarım saat dinlənməyə. Yarım saatdan sonra təkrar götürürük, əlimizi soyuq suya və ya yağa vururuq. Yaxşı olar da soyuq suya vururuq, yenə onu konvert kimi bağlayırıq. Bu proseduru yarım saatdan bir, 2 dəfə edirik. Üçüncü dəfə 2 dəfə eləyib qurtardıqdan sonra ikincini qoyuruq xaladenika soyuduca. Bir gecə qalır, səhərsi götürürsüz. Bax belə bir şəkildə xəmiri çox oynatmadan dəzgahın üzərinə qoyursunuz və gördüyünüz formada kəsilir, üzəri unlanır və 240-250 dərəcədə yüksək temperaturda bişirilir. Çox ləzzətli çörəkdir, məsləhət görərdim, həzmə rahatdır. Mən bir dənə burada suyun əvəzinə, ona görə milliləşdirmişəm deyirəm, suyun əvəzinə süzülmüş qatığın suyunu əlavə eləmişəm. Mən ümumiyyətcə xəmirlərimdə ondan istifadə edirəm, orijinalında isə adi sudur. Bişirin, rahat yoğrulur, rahat başa gələn bir çörəkdir. Bişirin, hazırlayın, hamınıza nuş olsun.